Sonra növbəti suala baxaq. Demək, burada nə deyir? Deyir ki, onluq say sistemində verilmiş belə bir ədəddir, cəm daha doğrusu. Üstə gəlsin 64'ü də burada yazaq. 2 üstündə 6, burada da 300. Olsun 2000, 1800. Düzdürmü? 2 üstü 1800. 1800 bunu qeyd etdik. Sonra 32 də yazırıq 2 üstündə 5. Böyük qüvvətlərlə işləyərkən həmişə kiçik qüvvətlərlə işləmək daha rahatdır. Bu nə demək? Əslində bunun sadəcə mahiyyətini başa düşmək üçün qeyd edirəm. Deyək ki, 2 üstündə 5 deyəcəm. Üstə gəlsin 2 üstündə 3, üstə gəlsin 2 üstündə 1. Yəni burada ən böyük qüvvət 5'dir, düzdürmü? Bu nə demək? Bu bir dənə 1, bu 2 əsası bildirir, 5 sıfırların sayı. Bir dənə 1, 5 dənə 0, düzdürmü? Bu nə demək? Bir dənə 1, 3 dənə 0. Bu da bir dənə 1, bir dənə 0. Düzdürmü? Bax, bu 5 dənə 0 ən böyük qüvvət. Elə oradakı olan sıfırların sayıdır. Ümumi, baxın 1, 2, 3, 4, 5. Hər dəfə üzərinə 2 üstü 3 gələndə, 2 üstündə 1 gələndə, elə bunlar 1 deməkdir. Və bunlar 1 deməkdir. Bu 5 dənədən həqiqətən cəmləsək, baxın 0, 1, 0, 1, 0, 1. Yəni bu 5 dənə sıfırdan ikisi çevrildi nəyə? 1'ə. Düzdürmü? Qaldı 3 dənəsi. Eyni məntiq burada da doğrudur yəni. Məntiq deyəndə, yəni sadəcə qayda belə deyim də, məntiq deməyək. Burada da bu o deməkdir ki, bir dənə açıq yazsaq, məsəl üçün yenə bunu da açıq yazaq, bir dənə 1, elə bir sonunda 2000 dənə 0. Düzdürmü? İndi hamısını yaza bilmərik bura. 2000 dənə 0. Üzərinə gəlsin bir dənə 1, sonunda 1800 dənə 0 demək buradan qeyd edirəm. Burada da bir dənə 1, sonunda 5 dənə 0. Düzdürmü? 5 dənə 0. Və burada yazılan 2000 dənə 0'dan bir dənəsi burada 1 oldu, bir dənəsi də burada 1 oldu. Demək, 2000'dən çıxacaq 2'ni olacaq 1998 olacaq A variantı. Yəni, bu böyük qüvvət sıfırların sayıdır. Hər dəfə də üzərinə bu ədədləri gələndə bu 1'i ifadə edəcək, bu da 1'i ifadə edəcək. 2000'dən də 2'ni çıxanda 1998 olmuş olacaq.